Yeni təbii qida boyaları təsdiqləndi. Amerika Birləşmiş Ştatları Qida və Dərman İdarəsi sintetik neft əsaslı boyaların istifadəsini azaltmaq məqsədi ilə 3 yeni təbii mənşəli qida boyasının istifadəsini icazə verib. Bu təbii boyalar arasında qırmızı yosundan alınan qaldiyeriya ekstraktı, mavi rəng, kalsium fosfat, ağ rəng və kəklik çiçəyi ekstraktı, mavi-yaşıl rənglər yer alır. Atılan addımlar sintetik boyaların uşaqlarda davranış pozuntuları və digər sağlamlıq problemləri ilə əlaqələndirilməsi səbəbindən artan narahatlıqlara cavab olaraq atılıb. Qida və Dərman İdarəsi bu yeni boyaların müxtəlif qida məhsullarında, o cümlədən içkilər, şirniyyatlar, yoğurtlar, qəlyanaltılar və hazır toyuq məhsullarında istifadəsinə icazə verib. Bu dəyişikliklər istehsalçıların məhsullarını təbii boyalarla yenidən formalaşdırmalarını təmin etmək üçün 2026-cı ilə qədər həyata keçirilməlidir.